Bir söz yeter səhəri açmağa, həyata dönməyəm. Bir söz yeter gözdən yaşı silib, yenidən sevməyəm. Bir söz yeter kalbin yuvasında, alışıp sönməyəm. Bir söz yeter gözümdən düşməyə, bu aşk burada biter. Aygün xanım, hal-hazırda biz belə başa düşdük ki, siz nəsə yeni bir libas özünüz üçün hazırlayırsınız. Yəni sizin modelleriniz hazırlayır. Xeyirdirmi? Bu inşallah söz biz daha yaxşı bilirsiniz ki, mən bu hazırlıq nəyə görədir? İnşallah ATV mağazinin 2 yaş tamam olur. Bazar günü ayın 13-ü hamını gözləyəcəkdir. Biz də bütün sənətçilər kimi mən də başlamışam özümə əl qatmağa modelyerimlə bərabər. İndi hal-hazırda sizin qarşınızda gördüyünüz bu paltar tikilməmiş, şortlanmamış, hazırlanmamış, sadəcə bir materialda yığılıb belə olubdur. Seçili dərimi rəngi görürsünüz, biraz tündür, biraz açıq havada olacaq konsept, ondan sonra yaydım. Ona görə də elə bir rəng, elə bir libas indi axtarışındayıq ki, elə bir material axtarışındayıq ki, həm dərimə, həm axşam vaxtı, Həm gecə görürsünüz. həm gecə, həm də ki bizim bir sürprizimiz var tamaşaçılarımıza. Amma deməyin də. Yox, heç deyərəm. Niyə mənim sürprizim olanda siz istəyirsiniz mən istədiyim, amma öz sürprizləri olanda qoymurlar ki, mən deyim sizə. Yox, bu bizim hər ikimizin sürprizidir. Yəni həm ATV mağazin, həm də Aygün xanım. Həm də ki elə bir paltar olmalıdır ki, mən bizim o sürprizimiz var ki, o sürprizin içində bu paltar çox gözəl görsənsin. Siz müəyyənləşdirdinizmi? Yəni artıq bu rəngdə olacaq, yoxsa hələ axtarışdasınız? Yox, hələ axtarışdayıq. Gözünüzün qabağında dəqiqə büründük oturduq burada. Hal-hazırda axtarışdayıq, hələ bilmirik nə rəngdə olacaq paltarın, necə olacaq. Hələ bilmirik. Bu paltar hazır olacaqdır, həmişə olduğu kimi düz konsert günü. Mən konsert günü yəni görməliyəm paltarımın hazır vəziyyətini. Əvvəlcədə heç bir zaman mənim paltarlarım hazır olmur. Bu artıq bir adət ənənəyə çevrilibdir. Gəlinlik paltarına döndü. Bəy görmür gəlinlik paltarını, siz də elə. Yəni nəyə görə inanclısınız, yoxsa təsadüfən alınır? Yox, sadəcə mən gəlirəm gündəlik premyerkalara, premyerka edirəm və konsert günü artıq tam geyinirəm. Ona görə ki, vaxt məhduddur. Konsertə neçə saat qalmış, daha doğrusu konsertə neçə gün qalmış, adətən məşq edirsən, hazırlaşırsan, daxilən, yəni hazırlaşırsan və ona görə də zaman, yəni biz seçeceğimiz paltar biraz çalışacak ki biraz orijinal olsun. Ona göre de zaman lazımdır. Nasıl olsa sonu